Salam. Bugün sizə yalançı çərşənbədən danışmaq istəyirəm. Amma əvvəlcə biraz hazırlıq görməliyik. Çərşənbəni qeyd etmək üçün özümüzə bir növ məşəl düzəldirik. Bir çubuq götürürük, başına köhnə pal-paltar bağlayırıq, sonra üstünə yanıcı maddə tökürük. Sonra onu yandırıb biraz kənarda saxlayırsan və alovun içində həm istilik, həm də bir başlanğıc hissi görürsən. Mən İsmayılda doğulub böyümüşəm. Orada Novruza qədərki əsas çərşənbələrdən bir həftə əvvəl əlavə bir gün də qeyd olunur. Buna yalançı çərşənbə və ya xəbərçi çərşənbə deyirlər. Adı biraz qəribə səslənsə də, mənası gözəldir. Bu gün əsas çərşənbələrin yaxınlaşdığını xəbər verir. Sanki yazın ayaq səsləridir. Hələ tam gəlməyib, amma artıq özünü hiss etdirir. Novruzun 4 əsas çərşənbəsi var. Su, od, yel və torpaq. Hər biri təbiətin bir ünsürünü simvolizə edir və yazın gəlişini mərhələlərlə hiss etdirir. Amma bəzi bölgələrdə, o cümlədən İsmayıllıda, onlardan əvvəl xəbərçi sayılan bir çərşənbə də olur. Bu, sanki başlanğıcdan əvvəlki başlanğıcdır. Hələ əsas mərasimlər deyil, amma artıq ruhən hazırlaşmağa başlayırsan. Hazırda Zaqataladayam. Burada bugün qeyd olunmur. Artıq 2-ci ildir ki, bu kənddə şamı tək yandırıram. Əvvəllər evdə neçə nəfər idiksə, o sayda şam düzəldər, birlikdə yandırardıq. Onları hazırlamaq isə həmişə mənim işim idi. Köhnə paltarları tapmaq, çubuqları seçib hazırlamaq, parçaları möhkəm bağlamaq, alovu nəzarətdə saxlamaq, bütün bu mərhələlər mənə xüsusi zövq verirdi. Bu, mənim üçün heç vaxt sadə bir tapşırıq olmayıb. Əksinə, ən çox sevdiyim hissə idi. İndi başa düşürəm ki, o həvəs təkcə alova yox, mənə ötürülən bir ənənəyə bağlı imiş. İndi harda oluramsa olum, bu adəti davam etdirirəm. Tək də olsam şamı yandırıram. Çünki bəzi ənənələr insanı yerə bağlayır. Harda yaşamağından asılı olmayaraq, içində bir ev hissi yaradır. Yalançı çərşənbə də mənim üçün elədir. Yazın ilk işartısı kimi. Hələ tam bahar deyil, amma artıq ümid var.